Salam əziz şagirdlər, bir daha hər birinizi xoş gördük. Bu video izahda Landau test tapşırıqlarından statikanın əsasları mövzusunun testlərinə baxacağıq. Başlayaq bir nömrəli məsələdən. M kütləli cismi birinci mali müstəvi üzəri ilə bərabər sürətlə qaldıranda F qüvvəsi tətbiq olunur. Həmən cismi ikinci mali müstəvi üzəri ilə bərabər sürətlə qaldırmaq üçün hansı qüvvə tətbiq olunur? Ümumiyyətlə, əziz şagirdlər, əgər bir mali müstəvi varsa, mali müstəvinin meyl bucağı alfadırsa, hündürlüyü h, uzunluğu l-dirsə. Burada qüvvədə qazancı hesablasaq, 1 bölünsün sinus alfadır. Mali müstəvinin qüvvədə qazancı. Və bu da bizə verir l bölünsün h-ı. Deməli, mali müstəvinin, əgər 2 dənə mali müstəviyə baxırıqsa, hündürlükləri eynidirsə, onda qüvvədə qazanc uzunluqla düz mütənasib asılıdır. Bəs qüvvədə qazanc nə deməkdir? Məsələn, deyək ki, mən birinci mali müstəvi üzrə cismi yuxarı qaldırmaq üçün 10 Newton qüvvə tətbiq edirəm. İkinci mali müstəvi üzrə, əgər bundan belə deyək, qazanc 2 dəfə çox olarsa, onda qüvvə az olmalıdır. Yəni, mən ikinci mali müstəvi üzrə deyək ki, bir cismi 5 Newton qüvvə ilə tətbiq eləsəm, bu cismi 5 Newton qüvvənin təsiri altında qaldırsam yuxarıya doğru. Onda deyirəm ki, ikincinin qazancı birincinin qazancından 2 dəfə böyükdür. Yəni, qüvvə azaldı, amma qazanc neynədir? Çoxaldı. Qazanc elə budur. Qüvvədə qazanc əldə eləmək, qüvvəni azaltmaq. Yəni, bir cismi əgər mən 100 Newtondan yuxarı qaldırıramsa, qüvvədə qazanmaq üçün 50 Newtonla qaldırsam, qüvvədə 2 dəfə qazanıram. Yəni, qüvvədə qazanc artdıqca, qüvvə özü azalmalıdır. Ona görə biz deyirik ki, qüvvədə qazanc, yəni, burada q ilə işarə eləmişik, mali müstəvinin uzunluğu ilə düz mütənasib asılıdır. Uzunluq artanda qüvvədə qazanc da artır, amma əksinə qüvvə azalır. Deməli, onda qüvvə ilə biz uzunluğu və ya mali müstəvinin uzunluğunu sanki tərs mütənasib asılı kimi götürə bilərik. İndi məsələmizə baxsaq, L1 L1 verib bu birinci mali müstəvinin uzunluğunu, ikinci mali müstəvinin uzunluğunu isə 2L1 verib. Və birinci mali müstəvi üzrə F qüvvəsi ilə qaldırırıq cismi, ikinci mali müstəvi üzrə uzunluq 2 dəfə artdı. Deməli, uzunluqla tərs mütənasib asılıdır qüvvə. Qüvvə 2 dəfə azalmalıdır, yəni F bölünsün 2 olmalıdır. Cavabımız C variantı. Deməli, buranı silək, boş yer açaq özümüzə ki, ikinci məsələnin izahını yaza bilək burada. İkinci məsələdə deyilir ki, 100 kiloqram kütləli cismi tərpənən blok vasitəsilə 6 metr yüksəkliyə bərabər sürətlə qaldırdıqda, ipin sərbəst ucuna tətbiq olunan qüvvənin və ipin sərbəst ucunun yeri dəyişməsinin modulu nəyə bərabər olur? Yenə sürtünmə nəzərə alınmır, blokun kütləsi nəzərə alınmır və bizdən tərpənən blok tələb edir məsələdə. Tərpənən blok biz bilirik ki, qüvvədə 2 dəfə qazanc əldə edirik burada. Yəni, əgər tərpənən blokdan 100 kiloqramlıq bir cisim asılıbsa, buna aşağıya doğru mg ağırlıq qüvvəsi tətbiq olunur. J-ni də bizə 10 verib, yəni cismin ağırlığı 1000 Newtona bərabərdir. Və qüvvədə 2 dəfə qazanc əldə edirik. Yəni, ipin sərbəst ucuna tətbiq olunan qüvvə mg bölünsün 2, yəni 1000 bölünsün 2-dən 500 Newton alırıq. Deməli, qüvvəni tapdıq 500 Newton. Digər tərəfdən, tərpənən blokda biz bilirik ki, ipin sürəti, bir də yükün sürəti var. Və burada yükün sürəti bərabərdir V ip bölünsün 2-yə bərabərdir. İndi biz cismi 6 metr yüksəkliyə qaldırırıqsa, həmçinin burada sürət yox, yer dəyişmə verib. Ona görə də elə
eyni məntiqlə h yük bərabərdir. H ip bölünsün 2 olmalıdır. Və bizə bunu verib h yükü 6 metr. Onda h ip nəyə bərabərdir? 6 vurulsun 2-dən 12 metrə bərabərdir. Deməli, S-i tapdıq, yəni h ipi 12 metr tapdıq, qüvvəni də 500 Newton, cavabımız Y variantı. 3 nömrəli məsələ, M kütləli yük sabit 2 metr böl saniyə təcillə kvadrat. Deməli, M kütləli yük sabit 2 metr bölünsün saniyə kvadrat təcillə aşağı hərəkət edirsə, baxın buradan aşağı hərəkət edir. A nöqtəsi hansı təcillə və hansı istiqamətdə hərəkət edəcək? Deməli, buna deyək A yük 2 verib bizə və biz A nöqtəsinin təcilini tapmalıyıq. Təbii ki, bu yükün aşağıya doğru hərəkət etməsi üçün ip burada yuxarı qalxmalıdır. Yəni, A nöqtəsinin təcili burada, yəni istiqaməti yuxarı olmalıdır. İp deyək buna da. İndi burada görürük ki, biz, baxın bu hissə nədir? Bax, bu hissə tərpənməz blokdur bu. Tərpənməz blokda qüvvədə qazanc yoxdur. Həmçinin də A nöqtəsinin təcili nəyə bərabərdirsə, baxın, burada bir B nöqtəsi deyim. B nöqtəsinin də təcili həmən təcillə bərabər olmalıdır. Yəni, biz burada sanki bu tərpənməz bloku nəzərə almasaq, burada, bax, belə bir tərpənən blokumuz olur və bura A ipdir. Burada M kütləli yükdür və bu da A yük bərabərdir 2-dir. Və biz demişik ki, A ip bərabərdir 2A yükə. O da bərabərdir 2 vurulsun 2, 4 metr bölünsün saniyə kvadrat. Hansı istiqamətdə? Təbii ki, bizdən A nöqtəsini soruşur. Yuxarı istiqamətdə. Cavab olacaq bizdə burada B variantı. 4 nömrəli məsələ. Çəkisi nəzərə alınmayan çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Dayağın reaksiya qüvvəsini hesablayın. Burada biz məsələyə 2 cür yanaşa bilərik. Birinci, gəlin belə baxaq. Birinci üsul yazım məsələyə. Deməli, momentlər qaydasını yazırıq. İlk öncə dayağın reaksiya qüvvəsini göstərək. Baxın, dayağın reaksiya qüvvəsi burada yuxarıya doğrudur, dayaqdan yuxarı doğru. Və momentlər qaydasını yazanda burada dayağa nəzərən yazırıq. Deməli, 21 vurulsun. Çünki cismi saat əqrəbi istiqamətində fırladan qüvvənin momenti, yəni F qüvvəsinin momenti, cismi saat əqrəbinin əksinə fırladan qüvvənin momentinə bərabər olmalıdır. Ona görə də 21 vurulsun. Qolu nə qədərdir? Sayırıq dayağa qədər 5-dir. Bərabərdir. F vurulsun. Dayağa qədər qol 3-dür. Buradan F bərabərdir. 21 vur 5 bölünsün 3. 3-dən 21 ixtisar gedir. Yuxarıda 7, aşağıda 1 qalır. Yəni 35 Newtondur. İndi görürük ki, dayağın reaksiya qüvvəsi ilə 21 Newton bu dayağı yuxarıya doğru dartır. Amma F qüvvəsi aşağıya doğru yönəlir. Bu linkin tarazlıqda olması üçün əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, yuxarı doğru yönələn qüvvələrin cəmi. N üstə gələk. 21 bərabər olmalıdır F-ə. F-də neçə aldıq? 35 aldıq. Onda N bərabərdir 35 çıxılsın 21 bərabərdir 14 Newton. Bu bizim birinci üsulumuz. İkinci üsul. İkinci üsulda, baxın, dayağı gətirib bizə lazım olmayan qüvvənin yerinə yazırıq, çəkirik. Məsələn, mən burada bu dayağı silsəm, buradan deyək ki, bu dayağı buradan silək.
Bu dayağı buradan silsəm. Bu dayağı bizə lazım olmayan qüvvənin yerinə gətirib yazırıq. Bizə lazım olmayan nədir? F qüvvəsidir. Bunun yerinə yazırıq ki, çəkirik ki, bunu F qüvvəsinin momentini artıq sıfırlamış olaq. Artıq indi biz görürük ki, cismə, yəni bu lingə 2 dənə qüvvə təsir göstərir. Bir dayağın reaksiya qüvvəsi idi, eyni idi. Bir də 21 Newton idi. İndi momentlər qaydasını yazırıq. N vurulsun dayağa qədər olan məsafə 1, 2, 3 bölgüdür. 21 vurulsun 2 bölgüdür. Buradan n bərabərdir. 21 vur 2 bölü 3. 21 ilə 3 ixtisar getdi. 7. 7-ni də 2-yə vurduq. 14 Newton. Baxın, birbaşa cavabı almış olduq. Keçdik 5 nömrəli məsələ. Hansı ifadələr doğrudur? K cismi dayanıqlı tarazlıqdadır. Ümumiyyətlə, dayanıqlı tarazlıq odur ki, cismi tarazlıq vəziyyətindən kənara doğru çıxartdıqda, cisim əvəzləyici qüvvənin təsiri altında öz əvvəlki vəziyyətinə qayıda bilir. İndi burada K cismini tarazlıqdan kənara doğru çıxartsaq, əvəzləyici qüvvə bunu əvvəlki vəziyyətinə qaytaracaq. Çünki burada cismə 2 dənə qüvvə təsir göstərir. Baxın, bir aşağı mg ağırlıq qüvvəsidir. Bir də dayağın reaksiya qüvvəsidir. Baxın, bu şəkildə. Bunların ikisinin əvəzləyicisi paraleloqram qaydasına görə tapsaq, baxın, bu istiqamətdə yönəlir. Yəni, cismi əvvəlki vəziyyətinə doğru qaytarmağa çalışır. Onda K cismi həqiqətən də dayanıqlı tarazlıqdadır. 2 onda səhvdir. 3-ə baxırıq, L cismi dayanıqsız tarazlıqdadır. İndi dayanıqsız tarazlıq nədir? Cismi tarazlıq vəziyyətindən çıxartdıqda onu təsir edən, onun əvəzləyici qüvvəsi onu artıq əvvəlki vəziyyətindən daha da uzaqlaşdırır. Yəni, burada artıq cisim öz əvvəlki vəziyyətinə qayıda bilmir. mg ağırlıq qüvvəsi aşağı, dayağın reaksiya qüvvəsi, baxın, dayaqdan perpendikulyar istiqamətdə yuxarı. Bunun əvəzləyicisi təbii ki, hara olacaq? Paraleloqram qaydasına görə, baxın, aşağıya doğru olacaq. Yəni, əvvəlki vəziyyətindən uzaqlaşdırmağa çalışacaq. Deməli, L cismi həqiqətən də dayanıqsız haldadır. L cismi fərqsiz tarazlıqdadır. Xeyr, bu doğru deyil. M cisminə baxaq. M cisminə aşağıya doğru mg ağırlıq qüvvəsi, N dayaqdan cismə tərəf reaksiya qüvvəsi təsir göstərir və burada artıq cismin əvəzləyici qüvvəsi, cismə təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. Ona görə də biz deyirik ki, artıq M cismi fərqsiz tarazlıqdadır. Fərqsiz tarazlıqdadır. Bu da verib bizə burada 6 doğru cavabdır. 5 səhvdir. Cavabımız oldu 1, 3, 6. Deməli, 6. Uyğunluğu müəyyən edin. Kürələrin daxilində boşluq var. İndi burada hansı dayanıqlıdır, hansı dayanıqsızdır və hansı fərqsiz tarazlıqdadır. Biz bu cür cisimləri görəndə, yəni içərisində boşluq olan cisimləri görəndə, bu cisimlərin tən ortasından, bax belə, xətt çəkməliyik və tapmalıyıq ki, bu cisimlərin ağırlıq mərkəzləri hansı hissəyə düşür. Ağırlıq mərkəzi həmişə kütləsi çox olan hissəyə düşür. Yəni, baxın, birinci cismə nəzər salsaq, birinci cismi tən ortadan bölmüşəm, aşağısı boşdur. Yəni, bu cismi ağırlıq mərkəzi kütləsi çox olanın mərkəzinə düşəcək. Bax, bura. Buralara bir yerə düşür, qırmızı ilə işarə edək. Bunun ağırlıq mərkəzi O olsun. Bunun yerdən olan hündürlüyünə biz deyək H1. İkinci cismə baxsaq, baxın, yuxarısı boşdur. Bunun yəni kütləsi ən çox olan hansı hissədir? Aşağı hissədir. Onda bunun ağırlıq mərkəzi, baxın, buralara bir yerə düşəcək. Bunun da hündürlüyünə deyək biz H2. Üçüncü, baxın, yuxarısı və aşağısı eyni qədər belə deyək, boşluq var. Yəni, bunun tam ağırlıq mərkəzi tam ortadadır o.
Bunun da yerdən olan hündürlüyünə biz baxın belə h deyə bilərik. Ümumiyyətlə üçüncü fərqsiz tarazlıq olacaq. Fərqsiz. Çünki burada ağırlıq mərkəzi tam mərkəzə düşür. Deməli, indi 1 və 2 dayanıqlı və dayanıqsız halları araşdırırıq. Deməli, unutmayaq ki, potensial enerji harda maksimumdursa, bu halda biz deyəcəyik ki, cisim dayanıqsız haldadır. Dayanıqsız. Potensial enerjinin minimum olduğu hallar isə dayanıqlı haldır. Dayanıqlı. Və potensial enerji demişik ki, mgh-dır. H burada görürük ki, ağırlıq mərkəzinin yerdən olan hündürlüyüdür. H1 böyükdür. H2. Onda potensial enerji 1 böyükdür. Potensial 2. Potensial enerji 2-dən. Deməli, 1-in potensial enerjisi maksimumdur. Yəni, 1 necə haldır? Dayanıqsız. Dayanıqsız. 2 dayanıqlı tarazlıqdır. Deməli, onda gəlin yazaq. 1 dayanıqsızdır. C uyğundur bura. 2 dayanıqlıdır. A uyğundur bura. 3 fərqsizdir. B də bura uyğun gəlir. Belə əziz şagirdlər, statika bölməsini də bitirdik. Növbəti video izahlarda görüşənə qədər izləmədə qalın. Təşəkkürlər.